Amerika Birləşmiş Ştatlarında yaşayan jurnalist Qənirə Ataşova özü və övladlarının təhdid olunduğunu deyir. Bu barədə sosial şəbəkə hesabında yazan Qənirə Ataşova Vüsal Həsənov adlı şəxs tərəfindən həyatına ciddi təhlükə yarandığını iddia edir. Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb. Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub. Vüsal Həsənovun həyat yoldaşı, diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva, Gəncədə Gülbəniz adlı gənc bir qızda cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahi əməliyyatı aparması baxımından diqqət çəkmişdim. Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə bir neçə dəfə məni təhdid edib deyə jurnalist qeyd edib. Onun sözlərinə görə uzun fasilədən sonra ötən gün Vüsal Həsənov birbaşa Qənirə Ataşovaya və övladı Fərhada zəng edərək onu və qardaşını öldürəcəyini bildirib. Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək qanuni oğrularla bağ olduğunu xatırladaraq adam tutmuşam, hər ikinizi öldürəcəm sözlərini açıq şəkildə işlədib. Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladım Amerika Birləşmiş Ştatları vətəndaşıdır və o bugün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək. Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da paylaşma reaksiya verərək əlavə edib ki, onun övladları da adı çəkilən şəxs tərəfindən təhdid ediliblər. Onun sözlərinə görə əlində Vüsal Həsənovun övladlarına təhqir, hədə-qorxu gələn videosu da var. Qənirə Ataşova Azərbaycanın aidiyyatı dövlət qurumlarına müraciət edərək bu məsələnin araşdırılmasını xahiş edib.